Azərbaycan Dövlət Aqrar Universitetində 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbir, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Rektor bildirib ki, ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bugün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət gənclərin inkişafına geniş imkanlar yaradır. Zəfər Qurbanov qeyd edib ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan gənclər müasir aqrar biliklərə yiyələnməklə yanaşı, innovativ düşüncə tərzi, təşəbbüskarlıq və vətənpərvərlik ruhunda formalaşırlar. Universitetdə yaradılan müasir təhsil mühiti və imkanlar gənclərin gələcək peşəkar kadr kimi yetişməsinə xidmət edir. Rektor gəncləri ölkənin aqrar sektorunun dayanıqlı inkişafında fəal iştirak etməyə, əldə etdikləri bilik və bacarıqları Azərbaycanın gələcəyi naminə səfərbər etməyə çağırıb. Daha sonra çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nizami Məmmədov, gənclərin ictimai fəallığının artırılması, tələbələrin sosial rifahının yaxşılaşdırılması və universitet həyatında fəal iştirakının təmin olunması istiqamətində görülən işlərdən danışıb. Tədbirin sonunda universitetin ictimai, elmi, mədəni və sosial həyatında xüsusi fəallığı ilə seçilən bir qrup tələbə fəxri fərmanlarla təltif olunub.